Videonu sevib etməyi unutmuruq, çünki bugün birlikdə möhtəşəm nuggetlər hazırlayırıq. Bunun üçün 2 ədəd filəmi qəşəng-qəşəng təmizləyirəm və daha sonra isə nazik quzu formada doğrayıram. Daha sonra doğradığım filələrin üzərinə 4-5 diş sarımsaq əzib doğrayıram və son olaraq ağız dadımıza uyğun olaraq duz, istiot, 1 ədəd yumurta və 3-4 qaşıq un əlavə edib bol-bol suyla təxminən bilinçik xəmirindən biraz daha qatı bir xəmir hazırlayıram. Bu formada toyuqlarımı hazırladıqdan sonra əgər vaxtım varsa 1 saat gözlətdirirəm. Gözlətmiş olduğum filələri daha sonra bir boş qabımın içərisinə suxari əlavə edərək suxariyə yaxşı-yaxşı hər tərəfini bulayıram və azcana isitmiş olduğum bol yağlı tavamın içərisinə yerləşdirirəm. Qapağı bağlı şəkildə bir üzü bişənə qədər hamısını qəşəngcə bişirirəm bam xodda, çünki çox xodda eləsək içi çiğ qala bilər. Bir üzü bişdikdən sonra isə çevirib qapağı açıq bir şəkildə digər üzü bişənə qədər də gözləyirəm. Hazırlayan hər kəsə indidən nuş olsun.